müəllim olarsa sakit, mülayim, uşaqlar bazarda oynayar daim. Təcrübəli kadrları birdən silib atmaq da düzgün deyil. Müəllim olarsa əgər bədəsil, yetişdirə bilməz bəxtəvər nəsil. Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin proqramları üst-üstə düşməyəndə uşaqların biliklərini sistemləşdirmək üçün repetitor müəllimlərə ehtiyac ola bilər. Günahsız yerə ittiham edəndə nə cəmiyyət qazanmır, nə də həmin adam qazanmır. Müəllimə qarşı qara PR yayırlar. Bu mənəviyyat pozğunluğu ailədən gəlir. İti qovarlar, insanı qovmazlar. Əməkdar müəllim Təyyibə Hüseynova. Təyyibə xanım, sizcə 20 il bundan əvvəlki olan şagirdlərlə indiki şagirdlər arasında nə kimi fərq var? Mən sizə deyim, əslində mən o fərqi görmürəm. Şagird elə şagirddir, baxır onun tərbiyəsinə. Yəni bizim məktəb olaraq, müəllim olaraq ən birinci vəzifəmiz gələcəyə layiqli vətəndaş yetişdirməkdir. Düzdür, savadlı vətəndaş yetişdirməliyik ki, savadlı cəmiyyət olsun. Ancaq onunla bərabər hər şeydən öncə tərbiyə durur. Və bizim məktəbin şüarı budur. Hər təlimin sonu yüksək tərbiyə olmalıdır. Və o yüksək tərbiyəni əldən verməmək üçün, düzdür, indi cəmiyyətimizdə mənəviyyata mane olan ünsürlər çoxdur. O ünsürlərin məktəbə daxil olmaması üçün əlimizdən gələni edirik ki, uşaqlarımızın tərbiyəsinə zərbə dəyməsin. Yəni, mənəviyyat insan üçün ən əsas olan şeydir və bunu uşaqlarımızda qoruyub saxlayaq. Bəzən görürsən ki, bu mənəviyyat pozğunluğu ailədən gəlir. Hətta məktəbin, mən sizə deyərdim ki, ailəyə belə təsir etmək imkanı var. Əgər istəsə, məktəb ailəyə də təsir edə bilər ki, sən düzgün yolda deyilsən, uşağın düzgün yolda deyil. Ona görə də mən uşaqları heç vaxt qınamıram. Uşaqlar cəmiyyətin günahsız tumurcuqlarıdır. Onları biz sevərək, bəsləyərək böyütməliyik. Əgər onlara sevgi verməsək, sevgi görməyəcəyik. Ona görə də mən elə başa düşürəm ki, hər şeyi məktəbdə sevgi əsasında, ciddiyyət əsasında, yüksək mənəviyyat əsasında qurmaq lazımdır ki, şagirdlərin mənəviyyatı da yüksək olsun və gələcəkdə cəmiyyətə atılan şagirdlərimiz müstəqil həyatda çaşmasınlar, o mənəviyyatı qoruyub saxlaya bilsinlər. Müasir texnologiyalar dərs prosesində müəllimə kömək edirmi, yoxsa çətinlik yaradır? Mən deməzdim çətinlik yaradır. Müasir texnologiyalar bugün hər bir müəllimin çox gözəl bildiyi və müəllimlər bugün inkişafdadır. Hər gün müəllim öyrənir və öyrəndiyini öyrədir. Əgər öyrənməsə, öyrəndiyini tətbiq etməsə, o müəllim pasiv qalar. Ona görə də informasiya kommunikasiya texnologiyalarından istifadə hər bir müəllimin ən gözəl yardımcısıdır, hər bir şagirdin ən gözəl yardımcısıdır. Ancaq ki, yerli yerində lazım olanda istifadə etmək şərti ilə, əlbəttə ki, İKT bacarıqları hər bir müəllimə də lazımdır.